1 stəkan süt, 1 stəkan şəkər, yarım stəkan duru yağ birlikdə qarışdırırıq. 2 xörək qaşığı quru süd, yarım xörək qaşığı qabartma tozu, 4 stəkan yarım un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Xəmirimiz videoda göstərdiyim kimi olmalıdır. Yumuşaq, amma ələ yapışmayan. 1 stəkan qovrulmuş küncüt götürürük. Xəmirimiz yumuşaq olduğu üçün xəmirimizdən balaca kündələr götürüb küncütə atırıq və forma verməyə başlayırıq. Xəmirimiz bitənə qədər eyni qayda ilə edirik, istədiyiniz formada edə bilərsiniz. Bu reseptlə 40 ədəd peçeniya hazırladım. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 160 dərəcəlik sobada 20 dəqiqə bişiririk. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşı verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.